Xoş gördük əziz dinləyicilər. Bilirsiniz, Avropada Amerika nümayəndə heyəti ilə Ukrayna nümayəndə heyətinin görüşündən sonra yenə də Trumpın o necə deyərlər, elçilərinin içində Vitkov və bir də öz kürəkənini də qoşaraq Rusiyaya göndərir. Bunlar da ikisi də heç bir diplomat deyirlər. Əlbəttə yenə də elçiliyə gediblər və elçilikdə 3 saat yeyib içdikdən sonra bəlli oldu ki, Uşakov məlumat verdi ki, biz heç bir razılığa gəlməmişik. Yəni, bircə dənə Putinə bu mənada hörmət eləmək olar ki, o Trumpın heyətini həmişə öz bildiyi formada o KGB-nin məktəbinə uyğun olaraq həmişə gülə-gülə qarşılayıb və sonra da əli boş surətdə yenidən Amerikaya göndərməklə Trumpın əslinə qalsa bütün sir sifətini, simasını cırıq-cırıq eləyib ortaya qoyub. İkinci bir məsələ, nəhayət Avropa ölkələri tamamilə razılaşıblar ki, Rusiyadan alınan qazı bir dəfəlik bitirsinlər və Rusiyadan alınan qaz məsələsinə bir dəfəlik xitam versinlər. Əslində qalsa, Trumpın bu barədə ki, Avropaya irad tuturdu ki, siz ondan yanacağı kəsin, siz heç olmasa Rusiya ilə alveri dayandırın. Əlbəttə ki, Trumpın bu addımı çox doğru addımıdır, bu istəyi çox doğru istəkdir. Amma Avropa Birliyi də böyük bir birlikdən ibarət olduğuna görə orada yekdil səsin olmaması da bu da normaldır. Əslində qalsa dediyim kimi, biz Trumpı nə qədər tənqid istəyirsinizsə edə bilərik, amma Trumpın bugün ortaya qoyduğu addımları heç bir Avropa ölkəsi qoya bilməzdi və bugün Trump birbaşa yenidən razılaşdı ki, Rusiya şirkətlərinə qarşı qoyulmuş sanksiyaları və onunla alver edəcək dövlətlərə qarşı o qoyulan sanksiyaları mən də təsdiqləyirəm və bu Rusiyanı bilirsiniz ki, ən ağır vəziyyətə salan hadisələrdən və salan tədbirlərdən biridir. Təşəkkür edirəm, diqqətinizə görə.